Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazan ayının 12-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən xəbər verilir ki, martın 12-sində Bakıda imsak vaxtı 05:31, iftar vaxtı isə 18:59-dadır. İmsak duası. İlahi, bugün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bugün mənə qənaət və kifayətçilik libasını geyindir. Məni bugün ədalət və insafa vadar et. Bugün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm. Ey qorxu içində olanların mühafizəçisi. Amin. İftar duası. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Amin. Allah orucunuzu qəbul etsin. Amin.